Bizim A2 vərəqimiz. Başladın sən çəkməyə. Bizim vərəqimiz A2 ölçüsü. Birinci komponent bölməliyik. Birinci başın ölçüsünü atırıq. Obşi aşağı yuxarını atırıq ki, təxmini görək nə boyda olacaq. Başın ölçüsü 25 cm. Bir əl. İndi sizdə bir əl olmaya bilər. Onu da artıq əlavə edəcəz barmağına. Baxacaqsınız 25-dən nə qədər əski edir. Bütün heykəllərin baş ölçüsünü yeni götürürük. Qatmalatdan başqa. Mərkəz xəttini çəkirik, çünki fasdan çəkirik də şəkil. Mərkəz xətti artırır. Bölürük. Başın ölçüsünü 2 yerə, 25 bölürük 2 bərabər hissəyə. Aşağı çox az qalır. Biraz az qalır. Daha sonra bir baş parmaq qaşın yerinə atırıq. Sonra qaşdan yuxarısında 2 bərabər hissəyə bölürük. Alın saç olaraq. Qaşdan aşağısında 2 bərabər hissəyə bölürük. Bir anzamı aşağıdan götürürük. Ölçüb baxırıq, ölçmək lazım. Əli tam açılır. Baxırıq, bu barmağı ölçü olaraq götürür, rahat işləyir. Bununla ölçəndə o qədər rahat olmur, ölçü biraz qarışır, barmağına daha rahat. Mən belə ölçmüşəm. Ölçdük, baxırıq, para qədər. Tam qaş yox, qaşdan bir damcı aşağısı. Elə bil ki, buradan aşağısını böləcək 2 bərabər hissə. Hələlik siz qaşdan bölün, sonra bir damcı uzadarsınız buradan, qarışacaq yoxsa yadınızda qalmayacaq. Və burundan aşağısını 3 bərabər hissəyə bölürük. Böldük. Düşdü ağız xətti. Üst dodaq, alt dodaq. Bu hissəyə də kölgəsi olacaq. Çənənin dodağın arasındakı olan kölgə. Qarşı. Bu alt dodaq. Həli kölgəni qoymuram qarışmasın. Daha sonra, hansı ki burun ölçüsünü tapmışıq da buradan düzdür. Bu ölçünü götürdük. Mərkəz xəttindən sola və sağa yerləşdiririk. Daha sonra ölçünün düzgün olduğunu tapmaq üçün baxırıq. Vurması ən sadə olan heykəldir bu arada. Ölçdük, baxırıq. Qaşdan alt dolar qədər çatmalıdır. Çatır. Bu oldu gözün aralığı. Bölürük 3 bərabər hissəyə. Böldük. 1, 2, 3 dənə göz yerləşməlidir. Daha sonra burun xəttini atırıq göz xəttinin altına. Düşür burun enliliyi. Daha sonra burunun mərkəzində çəkirik bu üstündən. Nə gedir o? Kəmər. Sümüyü. Burun kəməri də axı. Burnun üstü deyək də. Hələ, məsələn ondan. Oranı. Ondan. Burun həkimləri varsa izləyəcək, yazsınlar da. Neysə. Bölürük buranı 3 bərabər hissəyə formanı tapmaq üçün. Onu bir dənə qıraqda göstər də, qarşıya düşür. Bir dənə sol tərəfdə ya sağ tərəfdə necə göründüyünü. Çəkdiyi xətti böldük. Belə bir ki, qaş xəttidir. Qaşdan aşağısını biraz atdırıq, bütün hissə. Buranı atdırıq. Bu xəttdən aşağısını bölürük, elə bir ki, buradan düşür. Gözdən qaşın arasından olan xəttlər. Düşdü buradan, düz xəttimizi atdıq. Bu da burunun yan tərəfləri, düzdür. Neyinirik? Burun dəriyi çəkirik. Buradan da çəkdik, buradan da çəkdik. 3 dənə bir dairə çəkdik. Gəldi bu. Buradan burnun yan tərəfini atdıq. Buradan da burnun dəliklərini əlavə edirik. 3 yerə böləndə nədən normal olaraq belə. 1, 2, 3, 0. Paxlavaya bənzər bir forma alınmalıdır o şu üst tərəfdə. Ortada daha doğrusu. Paxlavaya bənzər rond, nə bilim, nə desəz onunla. Nə desə onu.
Kəmər bildiyim qədərilə o şiş olan hissəyə kəmər deyilir, burun Hə, kəməri. ortası bura. Hə, hə. Bura. Buradan da kölgələnizə hissəsini artıq gələn dəfə göstərəm. Burada qalınlığı, marker qalınlığı bundan ayrı tapılsa rahat olar iştirikləmək üçün. Bu şimdi yan tərəfdə iştiriklənir, bu tərəfdə iştiriklənir. Qalınlığı belə qoyulur. Neyse, bunu bildiniz. Buradan bölürük. Gözün üç səvirini tapdıq, xət endiririk, düşür ağzın kənarı. Buradan da bölürük. Saldıq xətti. Bu oldu ağzın qalınlığı. Ağzı çəkəndə də onun da anatomik quruluşu var. Düz xətti çəkdi, yer bir ki bu xətti çəkdi, yanları buradan da. Yenə bir dairə yuxarı, iki dairə aşağı. Amma bu dairələr xəttin fikir verin, üzərinə düşür ki, ağzın formasını burada rahat çəkə bilək. Forma avtomatik alınsın. Bunun da qalınlığı var, indi bunu yenə burada rahat göstərə bilməyəcəm. Qalınlığı belə fərz edində, deyək ki, kürə işləyirsiniz, kürəyə tüm hissəsi var, eyni məsələ. Kürənin qalınlığı, həmişə o tüm hissəsi ən altda olmur da. Refleks zona olmalıdır. Refleks olan zonası əsas. O hissə, işıq buradan salırıq. Ağzı atdıq, buradan yan tərəfləri, yan tərəfində burada iştiriklənəcək bu istiqamətdə. Təbii ki, karandaşla bunları daha incə, nazik şəkildə işləyirik. Bu da ağzın forması, atdıq düz xəttimizi, buradan da çənəsi. Ağzı çəkdik. Çəkdik ağzı. Belə.